Və sonra şeyx burada 4-cü qayda getirir. Deyir ki, və kullu bid'atin fəhiyyə dalalə. 4-cü məsələ həmçinin əhl-i sünnə vəl cəmaət və ya sünnə üsulundan da biri budur ki, əsaslanılan hər bidət zəlalətdir. Yəni, bunu neş gətirir İmam Əhməd? Çünki yaxşı bidət yoxdur. Elə bidət yoxdur ki, zəlalət aparmaya. Hər bidət zəlalətdir. Hər bidət. Nə də gül qoysan da yanına yaxşılaşdıra bilməyəcəksən. Hər bidət zəlalətdir. Ona görə Şeyx burada rəhməlullah İrbad ibn Sariyan hədisini gətirir. Bu məhfumu ondan gətirib qaydanı. Çünki orada deyir ki, Rasulullah s.ə.v o vaxt deyir ki, və fitnə zad olacaq və sünnətlə gedin və xəlifə Raşid xəlifələrimin və bidətdən qorunun yenilikdən, çünki hər yenilik bidətdir və hər bidət zəlalətdir və hər zəlalət və dedi ki, hər bidət zəlalət, hər bidət, hamısı yaxşı bidət ola bilməz. Lakin onlar ki, deyirlər yaxşı bidət, dəlillər nədir? Bir hədis var. Deyir ki, bəs Peyğəmbər salsın, deyir ki, kim İslamda yaxşı yol qoysa, sünnət, yol yəni. Bütün müsəlmanlar etsə, onun savabı gələcək ona. Kim pis yol qoysa, kim etsə, onun günahı gələcək. Deyirlər, bu yaxşı işdir də. Biri məsələn, 1000 dənə zikirdir, gündəlik, tüm nazından sonra eləməlisən, yaxşı işdir. Peyğəmbər salsın, deyir, kim yaxşı iş qoysa, getsə. Subhanallah, bu bidətə aid deyil bu hədis. Bax ki, bu hədisi Peyğəmbər salsın, nə səbəbə görə deyib? Aydınlaşsınlar. Çünki hərdən aydın olmaya da səbəblər aydınlaşdırır. Məsələn, ayə aydın deyilsə, bax ki, nə səbəbə görə nazil olub? Aydınlaşdırıcı, aydın olacaq və ya hədis. Bilmirsən, başa düşmürsən, çətinliyə çəkirsən, bax ki, nə səbəbə görə deyilib? Bax, bu hədis səbəbi nədir? Peyğəmbər salsın, oturmuşlar, biri gəldi içəri, sədəqə ehtiyacı oldu. Peyğəmbər salsın, dedi ki, kim verər buna sədəqə? Qalxdı biri, verdi və hamısı gördülər ki, bu verdi, hamısı başladı verməyə. Peyğəmbər salsın bunda dedi ki, yəni olan bir şeyi, şəriətdə olan şeyi, hansı ki, tətbiq olunmur, sən o eləyirsən, ham başlayır eləməyə və bu cür, yəni bu cür kim sünnəti tətbiq etsə, itmiş bir sünnəti və ya itmir və ya həvəsləndirici və ya s. bu belə. Şalvarı çox uzun geymək düzgün deyil. Aydındır, Peyğəmbər sallallahu deyib ki, şalvarı uzun geymək, topudan aşağı düşməyəcək. Kişilərə aiddir. Gəlir şalvar topuqdan aşağı düşməyə. Aydındır. Və deməli bidədir. Bidədir. Ümumiyyətlə, şalvar qadınlara ümumiyyətlə, geyməsələr yaxşıdır. Qadın şalvar geyməsə yaxşıdır. Baxmayaraq, lap qadın dəbi ayrı olsa da şalvarı, kişi şalvarından fərqli olsa da, enli və s. Lakin yenə o arada bir bölüm var, oxşadır. Yenə oxşadır. Çəkinsə yaxşıdır. Lakin, əgər geysə belə, enli və s. və üstdən bir şey geysə inşallah, heç olmasa belə eləsin. Aydındır. Lakin çəkinsə laf yaxşıdır, vallahi. Çəkinsə laf yaxşıdır. Lakin geysə, əgər enli və s. üstündən heç olmasa bir şey atsın. Aydındır. Allah bilir. Nə qədər uzun olsa o da yaxşıdır. Nə qədər uzun olsa. Əslən qadının üst paltarı, yəni mantosu, əslində hələn bir qarış da yerinə sürünməlidir. Əslən, belə danışaq. Əslən. Hələn bir qarış artıq olmalıdır, yerinə sürünməli. Aydındır. Ona görə nə qədər uzun olsa o da yaxşıdır. Yəni nə qədər qadın, yəni lap topuqlarına can olsa, yəni bu hədis qadınlara aid deyil, topuqdan aşağı düşməlidir. Bu hədis kişilərə aiddir, aydındır. İndi tərsinə olub. Kişilər uzadıblar, qadınlar qısaldıblar. Özdə Allah-ı Müstəhan necə qısaldıblar. Allah-ı Müstəhan. İndi tərsinə olub.